Bugünkü videomuz işin arxa fonuna ait bir videodur. İstilik sistemlərin montajı zamanı istifadə olunan əsas baza instrumentlərimiz. Başlayaq bu hissədən. Burada deməli 15-20'lik salniklər soyuq su üçün. Bunlar isə paranitlər 15-20'lik isti su üçün. Burada isə kombidə bəzən axıtma olur, su sızması. Müxtəlif ölçülü hər kombiyə demək olar ki, gedəcək salniklər. Keçək çantanın ikinci hissəsinə. Rezak başlığı, dəqiq ölçü üçün flomaster. Radiatorların bağlantılarını açıb bağlamasında istifadə olunan altı tərəfli açarlar, atverkalar, həmçinin digər açarlar və alətlərin ehtiyat kömürləri olur ki, bəzən qutarır. Tez bazar yerində asıb dəyişirik. Daha bura qaçma yoxdur. Əsas açılmayan rezbaları açmaq üçün qaz balonu, başlığı, Kapronun çox sevdiyim kiçik ölçülü su tərəsi, çox orijinal bir məhsuldur. Kley, metal plast borular üçün kalibrator. Bundan çox malyarlar istifadə edir, amma bizim işdə də lazım olur. Çünki işlədiyimiz yerlərdə daha çox toz torpaq, xırda daş qırıntıları boruların içinə daxil olması üçün kəsdiyimiz borulara bundan kiçik ölçüdə kəsib bağlayırıq ki, içi tozlanmasın boruların. Ən çox istifadə olunan açarlar, iri ölçülü olanlar buradadır. Bunlar isə müxtəlif ölçülü şuruplar, demək olar çox yerdə lazım olur. Tıxaclar, alçıpan üçün, adi radiator üçün və digər müxtəlif ölçüdə olanlar. Bunlar ümumi bağlantılar və motorlara aid müxtəlif ölçülü salniklər. Və çantada antik bir əşyamız, rəhmətlik babadan qalma rezak qulpudur üstündə, orijinal. Bəlkə də bir 50 ilin olar. Bunlar isə naqilsiz şurup bağlayanlar və keramogranitlərin deşilməsində istifadə olunan başlıqlar. Bunu təzə istifadə edirik, amma çox qəşəng məhsuldur, xoşumuza gəlib, rahat deşir. Bundan artıq bir neçə dənə işləmişik, bundan çox əla bir şeydir. Həmçinin də maqnitli belə başlıqlar şurupların bağlaması üçün. 5 il olar bu lazeri istifadə edirik. Çox gözəl bir lazerdir, dəqiqliyi demək olar ki, əvəz olunmaz bir